Yeni vloguma və kanalıma xoş gəlmisiniz. Sizin üçün yeni bir vlog başlatmışam və vlogumu gördüyünüz kimi səhər yeməyi ilə, bundan sonra isə keçirəm artıq planlamamı etməyə. Bu planı heç yalan deməyim, mən hər gün edə bilmirəm. Sadəcə çox uzun müddətdir ki, planladığım işlər var idi. Onları edə bilmədiyim zaman bunları yazıram və yazdıqdan sonra adam daha rahat bu işləri görmüş olur. Bundan sonra planlarımı da yazdıqdan sonra çox uzatmadan keçirəm axşam üçün yüngül bir şeylər, yemək hazırlamağa. Əslində yemək də demək olmaz, indi özünüz də görəcəksiniz. Bunu bizdə ən çox yoldaşım sevir, buna görə də çalışırıq ki, tez hazırlayaq. Və burada da göyərtimiz var idi. Qaynanam yumuşdu və sularını süzülməyə qoymuşdu. Mən də gəldim, doğradım. Qızlar, deməli, lavaş arası hazırlayıram. Bir börək demək olar. Siz nə deyirsinizsə? Göyərtilərimi doğradım, hamısını qarışdırdım. Bu göyərti çoxdur. Yumurta ilə bişirmək üçün birazını ayıracağım və qalanını isə hazırlayacağım. Burada isə Alinanın brokoliləri artıq demək olar ki, suyu süzüldü. Bunları da yerləşdirirəm bura. Bu tutmayacaq hamısını. Birazını paketdə saxlayacağım. Bunları ən yaxşısı paketdə saxlayım, əzilməsin. Bu formada saxlayıram, çox yaxşı da qalır. Bunu ayırıram, göyərti yumurtacağım. İki tavada bişirəcəm. Bir tavaya bu hissəyə fikir verməyin. Bura qapaq dəymişdi. Sonradan yavaş-yavaş cızıldı və bunun içində belə yumru formada etməyi fikirləşirəm. Digərində isə həmişəki formada belə balaca börəklər hazırlamağı. Baxaq görə necə alınacaq. Amma bu tava üçün başqa bir sos da hazırlayacağım indi. Onu da diqqətlə izləyərsiniz. Əgər dadı yaxşı olsa, bundan sonra bu formada eləyəcəm. Əvvəlcə yağını çəkimin içinə, tavanın içinə yaxşıca yağ qıralarını da mümkünsə. Bu gözləsin qıraqda. Necə çəkilin.
birinci hazırladığımı koymuşam burada dəmirin üstünə. Vamxodda yavaş-yavaş bişir. Çünki içi də bişməlidir buna görə. Digərini isə indi yağda qızardacağam. Ayranımı da hazırladıktan sonra başlayıram. Börəyimi də dilimləyirəm və içini də burada sizə göstərirəm. Çox dadlı alınmışdı. Yəni siz də sınaya bilərsiniz. Bundan sonra isə keçirəm artıq təmizliyimi etməyə. Burada isə telefonum çəkilişi saxlayıb öz-özünə və burada elə qərar veririk ki, gedək yeni telefon alaq. Əslində axşam idi, saat 9 idi, 10 olurdu artıq və getdik telefonu aldıq, gəldi. Baxın burada nə var. Bugün yoldaşımla getdik, telefon aldıq. Neçə vaxtdır ki istəyirdim. Ən çox telefonu nəyə görə istəyirdim? Çəkilişlərimə görə. Gəlin çox uzatmayım və telefonuma birlikdə baxaq. Bundan sonra çəkilişlərimi yəqin ki Samsung telefonumla çəkəcəm. Çox heyecanlıyam. Mağazada da çox ayrıntılı formada baxa bilmədik. Çəkilişi yaxşıdır. Ümid edirəm ki, hələ ki saatı filan düzəldilməyib. Bir də belə bir adapterını aldıq. Üstündə bu adapterin bu hissəsi var. Həm də adapteri ayrıca satılır. Yəni bu hissəsi onsuz da yox idi. Bunu almalıydıq. Və bu da çox uzundur. Məncə bu uzun olmağı daha yaxşıdır. Bir şey də çıxmadı. Həmişə telefonlarda çıxırdı. Üstünə heç olmasa şəffaf kablosu filan. Bunda heç nəyi yoxdur demək olar. Bunu mən neçə vaxtdır ki, bir ildən çoxdur bəlkə istifadə edirəm. Bu hissəsi qırıldı. Bunu da məncə Alina bacarıb. Bilmirəm dəqiq. Çünki Alina çox oynayırdı bundan və bunu da yeniləmək lazımdır. Yapışdırmağı yoxlayacağam bu hissəni. Çünki dayanmır, telefon tez-tez düşür. Alındıra bilməsəm yenisini ya sifariş verəcəm ya da elə buradan alacağım. Qızlar, deməli çıxdım. Telefonun həm üstünə şüşə çəkilməli idi, həm də kablo almalıydım. Çünki onlarsız istifadə edə bilmərəm. Qorxuram ki, əlimdən düşər. Həm də evdə təhlükəli bir şəxs var, Alina. Onun əlinə düşsə, heç olmasa yerə atsa, heç nə olmasın. Burada isə mən sizinlə fərqli bir resept bölüşürəm. Deməli, saçaq pendiri yəqin ki, hamımız yemişik. Amma bir dəfə də bunu fərqli bir üsulla, indi göstərəcəyim üsulla yoxlayarsınız. Burada sizə göstərmədiyim tək bir şey var. O da saçaq pendirləri belə böldükdən sonra üstlərini biraz yuyuram. Yəni çox yumağa ehtiyac yoxdur. Sadəcə üstləri biraz yaş olsun, kifayətdir. Bundan sonra da una bulayıb və yağda qızardırıb dadlı alınır, fərqli alınır. Yəni hər gün yeyə bilmərik onsuz da saçaq pendiri çox duzlu olduğuna görə. Amma bəzən belə etmək məncə daha da ləzzətli olur. Düzdür, un da yenə kökəldən şeylərdən biridir. Saçaq pendirin özü də məncə yəni o qədər də sağlıqlı bir şey deyil. Amma ildən aydan bir dəfə etməkdə heç bir problem olmaz deyə düşünürəm. Özümə təsəlli verirəm yəni. Burada isə artıq reseptim bitdi. Hamısını qızartdım və çalışın ki, mütləq kağızın salfetin üzərinə qoyun ki, artıq yağını çəksin. Bundan sonra isə növbəti gündən sizi salamlayıram. Artıq burada çəkiliş fərqi məncə hiss olunur.
Burada da Alina üçün pankekler hazırlayırdım. Bananlı pankekler. Sağ olsun yemədi. Hamısını özüm yemək məcburiyyətində qaldım. Burada da sizə qısa bir belə ideya verirəm ki, yumurtanın içində xoşunuza gəlməyən nəsə olduğu zaman ya da qabığı düşdüyü zaman belə salfetlə götürmək ən yaxşısıdır. Təmiz salfetka ilə götürürsüz, elə daha asan olur. Burada da yəni belə hazırlayıram sadə formada. Amma yemədi. Bilmirəm bananımı xoşlamır, yoxsa ümumiyyətlə pankek mi sevmir. Növbəti dəfə sadə formada yoxlayıb sizinlə də fikirlərimi bölüşəcəm. Yerə az şey töküldüyü zaman daha çox da bunu Alina edir. Əlindən çörək filan tökülür yerə. Bu zaman hər dəfə toz soranı qoşmuram. Ola bilər ki, bəzən Alina da yatır. Buna görə də belə süpürgə ilə etmək məncə daha rahat olur. İstəyirəm ki, buradakı yuyulmuş paltarlar da hamısı bunları qatlayım və yerinə yerləşdirim. Biraz səliqəyə salım. Bunun da içinə oyuncaqları gətirib atmışıq belə. İstəmirəm Alina oynasın. Gələn il yuyub bunları. Sonra fikirləşirəm ki, Alinaya verərəm. Hələ ki, onsuz bunu istifadə etmirik. Burada qalsın. Bu hissələri də sizinlə birlikdə təmizləyərik. Burada isə qızlar, mən neçə vaxtdır ki, Alinanın paltarlarını ayırmırdım və bəziləri balacalaşmışdı. Ona görə də başladım burada. Alinanın həm paltarlarını düzənlədim, həm də kiçilmiş paltarları götürdüm, başqa yerə qoydum və belə məncə daha səliqəli oldu. Sizə də xoş izləmələr. Məncə şkafın içində belə düzənləyicilərin olmağı daha yaxşıdır. Çünki belə daha səliqəli görünür. İndi almışam. Gələn vloqda göstərəcəm. Onu sizə çəkə bilmədim bu vloq üçün. Yeni bir düzənləyici də almışam. Öz paltarlarım üçün yəqin ki istifadə edəcəm. Məncə Alinanın paltarları kiçik olduğuna görə belə kiçik düzənləyicilər daha səliqəli görünür. Hələ ki, yəni belədir, bilmirəm. Gələcəyinə bəlkə buranı da dəyişə bilərəm. Fərqli yəni ideyalarım var, amma hələ ki məncə belə yaxşıdır, idarə eləyirik. Və son halı da belə oldu. Məncə yetərincə səliqəlidir. İndi keçirəm öz paltarlarımızı etməyə. Burada isə qızlar bu divar bizdə ümumiyyətlə nəm çəkən divardır. Buna görə də şkafı bəzən mən açanda belə xoşa gəlməz bir görüntü olur. Burada görürəm ki, Alinanın paltarları olduğu tərəfə heç nə olmamışdı. Amma mənim paltarlarım, yoldaşımın paltarları olan yer belə biraz kiflənmişdi, elə bir arxa tərəfi, arxa divarı və buna görə də başladım buranı silməyə.
Tez-tez təmizlədiyimə görə Alinanın yerini. Orada toz yox idi ümumiyyətlə. Amma bizim yerdə həm paltar çox idi, həm də belə birdən-birə qaralmışdı. Əslində mən keçən vloqlarda sizinlə birlikdə buranı təmizləmişdim. O qədər qısa müddətə belə olmasına, yəni mən özümdə təəccübləndim. Ondan sonra başlayıram paltarları belə yerə qoydum. Belə bir anlıq şok keçirdim. Və bu paltarları da belə yığdım ki, onsuz hərəsini, hamısını fikirləşirəm ki, yuyum. Bir neçəsini çıxardım yumağa. Bir neçəsini isə hələ ki belə qatlayaraq yerləşdirdim. Çünki hava da soyuqdur, hamısını birlikdə yumaq olmur. Burada isə belə paketlərim var idi. Bunların içinə işlətmədiyim, geyinmədiyim paltarları yığdım ki, yer tutmasın. Təmizliyim qızlar demək olar ki bitdi. Bu hissəni də sildim. Düzdür, sizin üçün çox ayrıntılı çəkə bilmədim, amma ümumi bir təmizlik elədim. Bu hissədə isə bu paltarları yoldaşım gəldikdən sonra ona deyəcəm, bu şkafa yerləşdirəcək. Birini onsuz da təmizlikdə istifadə edirəm. Bu hissəyə çox bir şey edə bilmədim. Elə kuklalar qaldı orada. Burada isə qızlar mən Alinanın beşirkalarını çıxardım. Çox idi, həddindən artıq və bəzilərini götürdüm, saxladım. Bəzilərini isə belə paketə yığdım. Bu paketin alt hissəsində isə ayaqqabılarım var, hansı ki 3 ildir ki geyinmirəm. Kurtkam və dəri kurtkam var. Onu da qoydum ki, ehtiyacı olan biri götürər, işlədər. Belə ətrafımda tanıdığım insan yoxdur ki, mən bu kurtkaları verim. Bu hissəni də belə əlimdən gəldiyincə səliqəli etməyə çalışdım. Bu kurtka açıqda qalmışdı. Bunu uzun müddət geyinə bilməyəcək. Ona görə də onu belə bir paketə qoydum ki, tozlanmasın. O hissəni də ayrıca bir vaxt düzəldəcəm. Çantalarıma belə üstlərini sildim. Filan belə yerləşdirdim. Bunun da arxasında ancaq ayaqqabılardı. Bunları mən sizə ayrıca videoda göstərmişdim. Ona görə də çox çəkmədim. Qızlar, bunu da indi hiss edirəm ki, səs yazdıqca üstündən mən əvvəlcə videonu montaj edirəm, düzəldirəm, kəsirəm. Ondan sonra isə çalışıram ki, sakit vaxtı üstünə səs yazım. Burada da görürəm ki, əslində bu video indi gördüyünüz bundan əvvəl olmalıydı. Yəni necə? Pankek bişirdiyim qabları burada yuyuram. Amma arada mən paltarları təmizləmişəm. Yəni bu əslində pankek bişirdikdən sonra olub. Amma nədənsə belə şeylər qarışıb. Ona görə də fikir verməyin, üzrlü sayın. Yəni siz belə baxmağa davam edin. Əgər bura qədər vlogumu izləmişsinizsə, deməli ki, az da olsa vlogumu bəyənmişsiniz. Əgər bəyənmişsinizsə, kanalıma hələ də abunə deyilsinizsə, abunə olmağı da unutmayın. Və təbii ki, videolarımı bəyənərək yorum yazmağı da, rəy yazmağı da unutmayın ki, mənə daha çox dəstək olasınız. Demək olar ki, videomun, vlogumun sonudur. Buradan da sizə izlədiyiniz üçün təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Hələlik növbəti vloqlar daha da maraqlı, həm də keyfiyyətli çəkilişdə gələcək. Hələlik özünüzə yaxşı baxın.